Mən hər il Allahdan istəmişəm, hansı ziyarətə getmişəmsə, Kərbəlada olanda, həcdə olanda demişəm, ilahi bu 10 gün Məhərrəm məclisinin birindən də məni binəsib eləmə. Mən bunu bir ziyarət kimi arzulamışam. Çünki mən oxumuşam, eşitmişəm ki, bu 10 gecədə ölü qəlblər dirilə bilir. Vallahi ki, dirilə bilir. Dedi ki, Peyğəmbər salavatullah baxdı İmam Hüseynə, dedi, ey Allah ərşinin zinəti, ey Allah ərşinin zinəti. Dedi ki, ya Rasulallah, siz qala-qala mən Allah ərşinin zinətiyəm. Dedi, mənim gözümün işığı, mən Meyraca gedəndə Allahın ərşində bu sözü oxudum. İnnəl Hüseyn misbahul huda və səfinətün nəca. Orada yazılmışdı. Evimizi bəzəyərik tabloyla, şəkillərlə, gözəl rəsimlərlə. Allah da öz ərşini bu cümlə ilə bəzəyib. Həqiqətən Hüseyn, İnnəl Hüseyn misbahul huda, hidayət çırağı və nicat gəmisidir. Nicat nədir? Ölüləri dirildən, qərq olmaqda olan insanı dirildən. Həl min nasirin yansuruna